Salam, hər vaxtınız xeyir. Sınaq 2-dəki sualların həllinə baxaq. Birinci sualda bu ədədin 4-ə bölünməsindən alınan qalığı soruşur bizdən. Biz bilirik ki, ədədin 4-ə bölünməsi üçün son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə və yaxud da son 2 rəqəm 0 olarsa, həmin ədəd 4-ə tam bölünür. Son 2 rəqəm 38-dir. 38-i 4-ə bölsək 9 dəfə, 36, qalıq da düşür 2. 83-ü 4-ə bölsək, 80-da 84-ə tam bölünür, qalıq 3. Burada 26-nı 4-ə böləndə 24, qalıq 2. Burada mötərizədə toplama əməli olduğuna görə bu qalıqları toplayırıq. 3 üstə gəl 2, 5. Birincinin qalığı 2 idi, mötərizənin qalığı 5. 2-ni 5-ə vursaq, olacaq cavab 10. 10-un 4-ə bölünməsindən alınan qalığı tapırıq. Onu 4-ə böləndə 2 dəfə, 8, qalıq da 2-yə bərabərdir. Düzgün cavab C variantı. İkinci sualda ifadəsinin qiymətini soruşur. Əvvəlcə bölməyə baxırıq. 3 bölünsün 2-də 1. 3 olduğu kimi qalır. Bölmə vurma ilə əvəz olunur. Kəsir tərsinə çevrilir. 1-də 2. 3 2-yə vuranda cavab 6. İndi isə mötərizələri aça da bilərik və yaxud da mötərizələri açaq. Birinci ədəd 6 minus bölmənin cavabı 6 minus mötərizəni açırıq 5. Mötərizənin əvvəlində mənfi işarəsi olduğuna görə mötərizələri açarkən bu mənfiyə dəyir, olacaq üstə gəl 4-də 1. Üstə gəl 4-də 1 bərabərdir. Burada 6-lar islah gedir. Mənfi 5, 4-də 1 də 0,25 deməkdir. Biri mənfi, biri müsbət. 5-dən 0,25 çıxıram. 4,75. Böyük ədəd 5 mənfi olduğuna görə cavab mənfi 4,75, yəni A variantı. Üçüncü sualda A və B çoxluqları verilib. A minus B çoxluğunu soruşur. Yəni A minus B A-da olsun, amma B-də olmasın. Var burada A. Hər ikisində olanların üstünə xətt çəksək, B, C hər ikisində var. Bir də Y. Deməli, A-da olub B-də olmayanlar A və D-dir. Yəni C variantı. Dördüncü sualda işin 40% görüldükdən sonra hansı hissəsi görülməmiş qalar? İşin 40% görülübsə, hər şey ümumi 100%dir. 100-dən 40 çıxanda deməli 60% görülməmiş qalar. Faizi də ədədə çevirəndə 100%-ə bölürük. 60-ı 100-ə böləndə sıfırlar gedir, 10-da 6. İxtisar etsək, 5-də 3. Yəni 0,6. Beşinci sualda x və y tam ədədlərdir. Verilib ki, bizə x ədədi mənfi 6-dan böyükdür, mənfi 1-dən kiçikdir. Və x vur y 21 olarsa, 3x minus 2y soruşur bizdən. Deməli, x vur y bərabərdir 21. 3x minus 2y ifadəsinin qiymətini soruşur. Bu sual çox tanış gəlir. Bu sınağı izah etmişəmmi yoxsa? Bir dəqiqə onu düşünürəm. Bəlkə də başqa bir testdə görmüş ola bilərəm. Baxın, indi x və y tam ədədlərdirsə, biz x ədədini buradan seçməliyik. X ədədi mənfi 6-dan böyük, mənfi 1-dən kiçik olmalıdır və 21 həmin ədədə bölünməlidir. Deməli, burada x hansı ədəd ola bilər? X ola bilər mənfi 3. Çünki tam ədəd olması üçün 21-in böləni olmalıdır. 21-in bölənləri 1, 3, 7 və 21, həmçinin bunların da mənfiləri. Həmin aralıqda yerləşən bir ədəd var, o da mənfi 3. Deməli, x mənfi 3-dür. Mənfi 3 vurulsun y bərabərdir 21-ə. Burada yerinə qoyuruq. Y olacaq mənfi 7. Gətirib yerinə qoyuruq. 3x minus 2y bərabərdir. 3 vur, x-in yerinə mənfi 3 qoyuram. Minus 2 vur, y-in yerinə mənfi 7. Bərabərdir. Mənfi 9, üstə gəl 14. Bu da bizə verir müsbət 5. 14-dən 9 çıxanda 5, 14 müsbət olduğuna görə müsbət 5. Yəni cavab C variantı. 6-cı sualda kəsirin məxrəcini irrasionallıqdan azad edin deyir. 24 böl kök altda 6. Bu məxrəci irrasionallıqdan azad etmək üçün məxrəcin qoşmasına vurmaq lazımdır. Kök altda 6-nın qoşması elə kök altda 6-dır. Həm sürəti, həm də məxrəc əlavə edirik. Kök altda 6-nı kök altda 6-ya vuranda kök altda 36,
Sürətdə də 24 kök altda 6. 36-dan 6 çıxır. Sürətdə 24 kök altda 6. 24-ü 6-ya böləndə 4 kök altda 6. Cavab B variantı. 7-ci sualda ifadəsinin qiymətini soruşur. -7-nin kvadratı. 7 mötərizdə olmadığına görə, əgər yəni -7-nin mötərizə kvadratı olsaydı, müsbət 49 yazardıq. Amma -7-nin kvadratı, burada kvadrat mənfi aid deyil. Ona görə bu elə -49-a bərabərdir. Davam edirik. -49 minus -3-ün modulu müsbət 3-ə bərabərdir. -3. Buradakı mənfi ilə işimiz yoxdur. Biz sadəcə moduldakı mənfini müsbət etdik. Üstə gəl. Mötərizəni ayrıca burada hesablayıram. 5 minus moduldan 7 ilə 7 çıxır. 5 minus 7-nin kubu. 5 minus 7 -2. -2-nin də kubu olacaq -8. Buraya yazırıq -8. Bərabərdir. -49 və -3. İkisi də mənfi olduğuna görə toplayıram -52. Üstə gəl -8. 52 və 8 işarələr eyni olduğuna görə toplayırıq. 60. Mənfiləri topladıq deyə -60. İndi məxrəc hesablayıram. 6 minus 11. 6-dan 11 çıxanda -5 modulda. -5-in modulu isə müsbət 5. İndi yerinə qoyuram. Sürət -60, məxrəc müsbət 5. Cavab -12, B variantı. 8 nömrəli sualda A və B natural ədədlərdir. A vur B 24 olarsa aşağıdakilərdən hansı yanlışdır? Gəlin buradan A-nı tapaq. A-nı tapanda nə baş verir? 24 böl B. Yəni A və B tərs mütənasibdir. A artarsa B azalacaq. A variantı A artdıqda B azalır, düzgündür. Çünki gördüyümüz kimi A, B ilə tərs mütənasibdir. A azaldıqda B artır, düzgündür. A və B tərs mütənasib asılıdır, düzgündür. A və B düz mütənasib asılıdır, bu yanlışdır. Çünki A-nı tapanda görürük ki 24 böl B-dir. B-yə məsələn 2 verin, A 12 olacaq. B-yə 3 verin, A 8 olur. Yəni B, baxın, burada yoxlaya bilərik, yəni tərs mütənasib asılı olduğunu. B-yə 1 verirəm, A olacaq neçə? 24. B-yə 2 verəndə A olacaq 12. B-yə 3 verəndə A olacaq 8. Baxın, B-nin qiymətləri artır, amma A-nın qiymətləri azalır. Ona görə A və B tərs mütənasib asılıdır. Yanlış olan D variantıdır. 9 nömrəli sualda aşağıdakılardan hansı ifadəsinin vurğularından biridir? A kvadratı üstə gəl A minus 2AB minus 2B bərabərdir. Deməli, burada qruplaşdırmalıyıq. Qruplaşdırmalıyıq ki, vurğulara ayıra bilək. Necə qruplaşdıraq? Əvvəl ona baxaq. Bu ikisini bir qruplaşdıraq, bu ikisini bir qruplaşdıraq. Birincidən orta qrup çıxacaq A. A-nı çıxardanda qalır A plus 1. Digər mötərizədən, yəni bu ikisindən 2B-ni orta qrup çıxardacağıq. 2B-ni çıxaranda A qalır və üstə gəl 1. Niyə üstə gəl 1 oldu? Çünki mənfi 2B-ni müsbət 1-ə vuranda mənfi 2B alınır ona görə. Yəni orada işarəni plus qoymalıyam ki, vurub açanda mənfi müsbətə dəyib mənfi olsun. İndi mötərizələrin içi eynidir. A plus 1-dir. Onlardan birini yazırıq. Digər mötərizədə birinci A plus 1-in əmsalı A, ortadakı işarə minus, ikinci A plus 1-in əmsalı 2B. Deməli, vurğularımız olacaq A plus 1, A minus 2B. Cavab B variantı. 10-cu suala baxırıq, ifadəsinin qiymətini soruşur. 2 üstü A minus 1 bərabərdir 4-ə. Bizdən soruşur 4 üstü A minus 1-ə. Buradan 2 üstü A minus 1, 4-ün yerinə yazıram 2-nin kvadratı. Əsaslar eynidir, üstlər də eyni olmalıdır. Yəni A minus 1 bərabərdir 2-yə. A da bərabərdir 3-ə. 4 üstü A minus 1-i soruşur. A-nın yerinə 3 qoyuram. 3 minus 1, 4-ün kvadratı verir bizə 16. 11 nömrəli sualda aşağıdakılardan hansı üçbucağın tərəflərinin uzunluqları ola bilməz? Biz demişdik ki, deməli, üçbucağın hər hansı bir tərəfi digər iki tərəfin fərqinin modulundan böyükdür, cəmindən isə kiçikdir. Yəni, bu ortadakı tərəf istənilən tərəf ola bilər.
Yəni hər üç tərəf üçün eynidir bu qayda. Deməli burada D variantı ola bilməz. Çünki tərəflər 2, 6 və 4'dür. Baxın, tərəflər 2, 6 və 4'dür. Bu niyə ilk D variantını gördüm? Çünki orada 2 və 4'ün cəmi 6 verir. Elə o ödəmədir orada. Ona görə elə gözüm birinci D variantına sataşdı. Məsələn, ortaya 6 yazsam, digər iki tərəf 2 və 4, fərqi isə 4 minus 2, düzdürmü? Fərqindən böyükdür 6, amma 2 plus 4, 6 6'ya bərabərdir. Yəni 6 6'dan kiçik deyil. Ona görə D variantında, yəni bu tərəflər üçbucağın tərəfləri ola bilməz. Çünki bu şərti ödəmir. Amma digərləri yoxlasaq ödəyir. Məsələn, 3 3 3 yerinə qoysaq, 3'ü ortaya yazıram. Və yaxud da bu 3 3 yəni yoxlamaq ehtiyac yoxdur. Bərabər tərəfli üçbucağın tərəfləridir. Bütün tərəflər bərabər olar. Məsələn, A variantına baxsaq, 2'ni ortaya yazıram. Digər iki tərəfdə 1-dən 2'dir də. 2 minus 1'dən böyükdür, 2 plus 1'dən kiçikdir, ödəyir. Və yaxud da bu digər variantların hamısına da aiddir. Yəni ödəməyən D variantıdır. 12 nömrəli sualda ABC üçbucağında BD AE perpendikulyardır, AF FY'yə bərabərdir. AB 6, AD 3 və YS 2 olarsa bizdən DS'ni soruşur. Burada perpendikulyarlıq işarəsi bura qoyulub. Əslində BD AE perpendikulyardır da, bu da yanlış deyil yəni, amma daha çox BF AE perpendikulyardır yazılsa düzgün olardı. Baxın, burada deməli BF həm hündürlükdür, həm də qarşı tərəfi yarıya bölüb mediandır. Deməli bu həm də tən böləndir. Və bu nə zaman olurdu? Bərabər yanlı üçbucaqdır. Bu o deməkdir ki, AB BY bərabərdir. Yəni AB 6'dırsa BY də 6'dır. Çünki hündürlük və median bir-birinə bərabərsə, deməli bu həm də tən böləndir. İndi BD tən bölən olduğuna görə tən bölənin xassəsini tətbiq edirik. Yəni AB'nin AD'yə nisbəti bərabərdir BS'nin DS'yə nisbətinə. Buradan alaraq ki, 6'nın AD'yə, yəni 3'ə nisbəti, ümumi BS 6 plus 2, 8'in DS'yə nisbəti. Buradan da çarpaz vuranda DS olacaq 4. Yəni C variantı. 13 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Deməli, burada yəni hasili hesablamayacağıq. Bunu vuruqlara ayırmaqla bu tip sualları yazırıq. Elə burada 1978 ədədi bizə kömək edir ki, bunu vuruqlara ayıra bilək. Biz 1978'dən istifadə etməklə 1975'i alacağıq. Həmçinin 1981 alacağıq. Necə yazacağıq bunu? 1978'dən 3 çıxmaqla 1975 alınır. 1978'in üzərinə 3 gəlsək 1981 alınır. Yəni bu A minus B, A plus B düsturuna uyğundur. Nəyin açılışıdır? A kvadratı minus B kvadratının. Yəni 1978'in kvadratı minus 3'ün kvadratı. Bu hasilin yerinə biz 1978'in kvadratı minus 3'ün kvadratı yazdıq. Minus burada gələn 1978'in kvadratı isə olduğu kimi qalır. Bu zaman 1978'in kvadratları islah gedir. Cavab mənfi 3'ün kvadratı, yəni mənfi 9. D variantı. Baxın, buradakı 1978 yazmamışım ha bura. Sadəcə 1975'i almaq üçün 1978'dən 3 çıxmışım. Və yaxud da 1981 almaq üçün 1978'in üzərinə 3 gəlmişim. Düzgün cavab mənfi 9. 14 nömrəli sualda bir nöqtədən çevrəyə çəkilən iki toxunun arasındakı bucaq 80 dərəcə olarsa, indi əvvəlcə bunu bura kimi şəkillə göstərək. Hər hansı bir A nöqtəsi olsun. Buradan çevrəyə iki toxundan çəkirəm. Deyir ki, bu iki toxunun arasındakı bucaq 80 dərəcədir. Və toxuma nöqtələrinin çevrədən ayırdığı kiçik göz neçə dərəcədir? Yəni bunu soruşur. Buradakı kiçik göz soruşur. İndi deməli nə yazaq? Bir nöqtədən çevrəyə iki toxunan çəkilibsə, burada B və C toxuma nöqtələri olsun. Həmin toxunanlar bir-birinə bərabərdir. Və həmin toxunanlar arasında qalan bucaqla kiçik göğsün dərəcə ölçüsü, yəni 180 dərəcəyə bərabərdir. Bura 80 dərəcədirsə, bu kiçik göz 100 dərəcə olmalıdır ki, cəm 180 olsun. Yəni cavab C variantı. Burada bir qayda var idi, yəni qaydanı bilməliydiniz.
Əgər böyük göz soruşulsa, tam çeviri 360 dərəcədir. 360-dan 100-ü çıxarıq. Bu major göz olacaq 260 dərəcə. 15 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Bunun üçün düstur var. Düsturu yerləşdirdim ekranda. Deməli, həlli olacaq kökün altında. Kökün dərəcəsindən 1 çıxarıq. Bizdə kökün dərəcəsi 3-dür. 3-dən 1 çıxmaqla dərəcə 2-ci dərəcə olacaq. A isə, yəni kökün altına gedər, olduğu kimi qalır. Yəni cavab kök altda 4. Bu da 2-yə bərabərdir. Bölmə olanda, yəni burada A böl A olsa, n plus 1 olur kökün dərəcəsi. Yəni dərəcənin üzərinə 1 gəlir. Vurma olanda isə 1 çıxılır. Yəni bu düsturlar kitabda hazır verilib. Bunları yadda saxlamaq lazımdır. B variantı. 16 nömrəli sualda tənasübə aid məsələdir. Avtomobil 90 km məsafəyə 6 litr yanacaq işlədərsə, 450 km məsafəyə neçə litr yanacaq işlədəcək? Təbii ki, daha çox işlədəcək. Düzdürmü? Daha çox yanacaq gedəcək, yəni 450 km məsafəyə. Deməli, aslılıq düz mütənasibdir. Çünki məsafə artdıqca işlədəcəyimiz, yəni bizə lazım olan yanacaq da artacaq. Tərs mütənasib olsa düz vurardıq, yəni 90-60, amma düz mütənasib olduğuna görə çarpaz vururuq. 90-ı x-ə vururam, 450-ni 6-ya vururam. Buradan x bərabərdir, 450-ni 90-a böləndə 5 dəfə, 5 vur 6, 30. Deməli, 30 litr yanacaq lazımdır. 17 nömrəli suala baxırıq. Uzunluqları 2x plus 11 və 3x minus 7 olan 2 vətərin, 2 dənə vətərdir deyək, uzunluqları verilib. Bu vətərlərin çevrədən ayırdığı göğüslər bərabərdir. Yəni bu göğüs buna bərabərdir. Vətərlərin uzunluğunu soruşur. Burada da qaydanı bilmək lazımdır. Əgər vətərlərin çevrədən ayırdığı göğüslər bərabərdirsə, deməli bu vətərlər də bir-birinə bərabərdir. Vətərlərin uzunluqları 2x plus 11 və 3x minus 7-dir. Bunlar bir-birinə bərabər götürəcəyik. 11 plus 7 bərabərdir 3x minus 2x. 18 bərabərdir x-i. Vətərin uzunluğunu soruşur. Cavab 18 deyil, aparıb yerinə qoymalıyıq. 2x plus 11, 2 vur 18, üstə gəl 11. 36, üzərinə 11 gələndə olacaq 47. Deməli, hər iki vətərin uzunluğu 47-yə bərabərdir. 18 nömrəli sualda çox hədlisinin sərbəst həddi 8 olarsa, imi soruşur. Yəni, x kubu minus 5x üstə gəl 3m minus 4. Burada deyil ki, sərbəst hədd 8-dir. Sərbəst hədd yanında dəyişən olmayan həddir. Yəni, 3m minus 4 bərabərdir 8-ə. 3m bərabərdir 12-yə, m olacaq 4. Yəni, m-in yerinə 4 qoysaq, sərbəst hədd 8 olacaq. Baxırıq növbəti suala. 19 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Deməli, bu tip sualları 2 qat radikal düsturuna görə ayrı-ayrı sadələşdirə də bilərik və yaxud da ki, həmin ifadəni bir x-dən əvəz eləyək. Kök altda 6 üstə gəl 2 kök altda 5 minus kök altda 6 minus 2 kök altda 5 bərabərdir x. X-dən işarə edib hər tərəfi kvadrata yüksəldirik. Birinci, yəni a minus b-nin mötərizə kvadratı kimi açırıq. Birincinin kvadratı minus 2 vur, birinci vur, ikinci, üstə gəl ikincinin kvadratı. Birinci kökün kvadratı köklə kvadrat gedir, 6 üstə gəl 2 kök altda 5 minus 2 vur, birinci kök vur, ikinci kök, amma dərəcələr eyni olduğuna görə bir kökün altında vuracam. Yəni kökün altında 6 üstə gəl 2 kök 5 və 6 minus 2 kök 5. Və üstə gəl ikincinin kvadratı, yenə köklə kvadrat gedir, 6 minus 2 kök 5 bərabərdir x kvadratı. 2 kök 5'lər islah gedir. 6'ların cəmi 12. Minus 2 vur. Burada 6'nın kvadratı a minus b, a plus b'ye görə minus 2 kök 5'in kvadratı. Bərabərdir x kvadratı. 12 minus 2 vurulsun. Kök altda 36 minus 20. 36'dan 20 çıxanda 16. 16'dan da kök 4 çıxır. Bərabərdir x kvadratı. 12'den 8 çıxsaq 4. X kvadratı 4. X olacaq. Plus minus 2.
Burada baxın, birinci kökün altındakı ifadə, yəni toplama olduğuna görə sonrası çıxma. Yəni böyük ədəddən kiçik ədəd çıxanda cavab müsbət, ona görə müsbət 2 götürəcəyik. Əgər yox, kök altı 6 minus 2 kök 5 minus kök altı 6 plus 2 kök 5 kimi verilsəydi bizə misal, onda biz cavabını mənfi 2 götürərdik. Düzgün cavab müsbət 2, açıq testi elə 2 yazıram. 20 nömrəli sualda C-nin neçə natural qiymətində ifadəsinin qiyməti natural ədəddir. 5C minus 8 böl C. Hər tərəfi məxrəcə bölürəm. 5C bölünsün C. Hər bir həddi daha doğrusu. Burada 5 minus 8 böl C. C natural ədəd olsun. Ona görə 1 ola bilər, 2 ola bilər, 4 ola bilər, bir də 8 ola bilər. C-nin təkcə natural olması ilə kifayət etmir, cavab da natural olsun deyir. Yəni bu ifadənin qiyməti də natural olsun. Əvvəlcə C-yə 1 verək. 5 minus 8 böl 1, bu bizə verir 5 minus 8 mənfi 3 natural deyil. Ona görə C-yə 1 verə bilmərəm. C-yə 1 verə bilmərəm. C-yə 2 versəm 5 minus 8 böl 2, 5 minus 4, 1. Bu olar. C-yə 4 versəm 5 minus 8 böl 4, 5 minus 2, 3. Bu da olar. Və nəhayət C-yə 8 versəm 5 minus 8 böl 8 bərabərdir 5 minus 1, 4. Bu da olar. Bu da naturaldır. C-nin neçə natural qiyməti deyir? 1, 2, 3. nömrəli sualda katetləri 5 və 12 olan düzbucaqlı üçbucağın, əvvəlcə düzbucaqlı üçbucaq çəkirəm. Katetləri 5 və 12-dir. Hipotenuza C deyirəm. Düzbucaqlı üçbucaq üçün Pifaqor teoremi katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. 5-in kvadratı üstə gəl 12-nin kvadratı bərabərdir C kvadratı. C kvadratı 25 üstə gəl 144, yəni 169. 169 da 13-ün kvadratı deməkdir. Deyir ki, düzbucaq təpəsindən çəkilən median neçə santimetrdir? Bura düzbucaq təpəsidir. Buradan median çəkirəm. Bu medianın uzunluğunu soruşur. Yadda saxlamaq lazımdır ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısına bərabərdir. Hipotenuz 13 idi. Deməli, median onun yarısı olacaq 6,5. Yəni 13-ün yarısı 6,5. 22 nömrəli sualda deyilir ki, 250 manata satılan məhsulun satış qiymətinə əvvəl 28%, sonra isə alınan yeni qiymətə 25% endirim edilir. Məhsulun ilkin satış qiymətinə görə ümumilikdə neçə faiz güzəşt edilir? Əvvəlcə baxın, deməli məhsul 250 manata satılırdı. İndi buna 250 manata satış qiymətinə əvvəl 28% endirim edildi. 28% endirim edildisə, deməli 72% ilə satılıb. 250-nin 72%-ni tapıram. 250-ni 72-yə vurub 100-ə bölürəm. Burada sıfırlar getdi. 10-u 5-ə 2 dəfə, 5 dəfə. 72-ni 2-yə 36 dəfə, 36-nı 5-ə 180. Deməli, 180 manata satılıb birinci. Çünki 28% endirim etdilər. Sonra deyir ki, yeni qiymət neçədir? 180 manat. Bu yeni qiymətə 25% endirim etdi. 25% endirim olubsa 75% ilə satılıb deməkdir. 75%-ni tapırıq. Sıfırlar getdi yenə. 10-u 5-ə 2 dəfə, 75-i 5-ə 15 dəfə. 18 böl 2, 9. Olacaq 135 manat. Bu dəfə 135 manata satıldı. Deyir ki, məhsulun ilkin satış qiymətinə görə ümumilikdə neçə faiz güzəşt edilir? Məhsula, yəni ilkin satış qiymətinə görə neçə faiz güzəşt edildi? Əvvəl məhsulun qiyməti 250 manat idi. İndi sonda 135 manat satıldı, düzdürmü? Olacaq, deməli, 250 manat, bu bizim 100%-imizdir. İndi 135 manat oldu. Bu neçə faiz olacaq? Bilmirəm, x faiz. Əvvəlcə gəlin buradan x tapaq. X bərabərdir, çarpaz vursaq 250-də. 100 vurulsun 135. Burada sıfırlar getdi. 25-i 5-ə 5 dəfə, 10-u 5-ə 2 dəfə. 135-i 5-ə 2 dəfə, 10, 35-də 5, 7 dəfə. 27 vur 2, 54. Baxın,
54% satıldı. Cavab 54 deyil. 250 manat olanda 100% idi. İndi 54% düşübdü. Deməli neçə faiz güzəşt olunub? 46% güzəşt olub. Yəni cavab 54 yox, 100-dən 54 çıxırıq, 46% güzəşt olub. 23 nömrəli suala baxırıq. Çeviri üzərində A, B, C və D nöqtələri verilən ardıcıllıqla düzülübdür. Bu şəkildə. Və nisbətlər verilib. AB 2K, BC 3K, DC 4K, AD də 6K. Biz bilirik ki, tam çeviri 360 dərəcədir. Əvvəlcə bu göstərin uzunluğunu tapaq. 2K üstəgəl 3K üstəgəl 4K üstəgəl 6K bərabərdir 360 dərəcə. 15K bərabərdir 360-a. K da olacaq 2 dəfə 24. K 24-dürsə, deməli AB göğsü olacaq 2 vurur 24 48. BC göğsü 3 vurur 24 72. DC göğsü 4 vurur 24 96. Burada 6 vurur 24 olacaq 12 134 mi olur? 6 vurur 24 144. 144. İndi bizə nə soruşur? Bizə deyir ki, AC və BD vətərləri. Buradan AC vətərini çəkirəm. Bu da BD vətəri. Bunlar arasında qalan iti bucağı soruşur. Burada yazaq alfa. Həmin alfa bucağı bilirik ki, AB göğsü ilə DC göğsünün cəminin yarısına bərabərdir. Yəni 48 ilə 96-nı toplayıb bölürük 2-yə. Verir bizə 144. 2-yə böləndə 72. Əgər kör bucaq desəydi 180-dən çıxardıq. 108 dərəcə olardı. İti bucaq dediyinə görə elə 72 dərəcə. 24 nömrəli sualda ifadəsinin qiymətini soruşur. Birinci kökü hesablayaq. 4 minus 25-də 19. Ortaq məxrəc 25. Surətdə 4-ü 25-ə vuranda 100 minus 19. Bu bizə verir 81 böl 25. 81-dən 9 çıxar 25-dən 5. Digər kəsrə baxırıq. 2,5 kökün altında 25 böl 10 deməkdir. 14,4 144 böl 10 deməkdir. 22,5 də 225 böl 10 deməkdir. Surətdə 5 çıxır, amma 10 kökün altında. 12 çıxır, 10 kökün altında. Məxrəcdə 15 çıxır, 10 kökün altında. Surətdə məxrəcləri bərabərdir. Məxrəc olduğu kimi qalır. 17. Burada da kök altda 10-da 15. İndi 17 böl kök altda 10-u 15 böl kök altda 10-a bölsək. Burada 15 kök altda 10 surətə qalxır. Olacaq cavab 17 böl 15. İndi hesablayaq. Birinci kökün cavabı 5-də 9 idi. Buradan çıxacağım 15-də 17-ni. Ortaq məxrəc 15. 15-i 5-ə 3 dəfə, 3-ü 9-a 27. Minus 15-də 17. Bu da bizə verir 10 böl 15. 5-ə bölsək 2 dəfə, 3 dəfə. Cavab 3-də 2. Və nəhayət sonuncu sualda ifadəsini sadələşdirin deyir. Burada vuruqları ayırırıq. Bir dəfə A-dan çıxıram B plus C-ni, olacaq A minus B minus C. Bir dəfə də A-nın üzərinə B plus C gəlirəm. A plus B plus C. Məxrəcdə bu ikisini bir qruplaşdırıram. Görək bunu ikisini qruplaşdırsam, heç nə ortaq vuruq çıxmır. Ona görə A kvadratı və B kvadratını bir qruplaşdırıram. A kvadrat minus B kvadratını qruplaşdıranda A minus B, A plus B alınır. Digər tərəfdən minus BC minus AC-ni bir qruplaşdırıb, oradan C-ni orta qrup çıxardırıq. Qalır B plus A-ya. Baxın, vurub açanda minus BC minus AC alınır. Yəni A kvadratı və B kvadratını bir qruplaşdırdım. Bu ikisini bir qruplaşdırdım. Buradan da C-ni orta qrup çıxartdım.
Sürətlə işim yoxdur. Məxrəcdən də bu dəfə yenə A plus B orta qrup çıxır. Olacaq A minus B minus C. Yəni 1 bunun əvvəlindəki ifadə A minus B, bir də buradakı C. Sürəti yenə olduğu kimi saxlayıram. A minus B minus C, A plus B plus C. Bunlar ixtisar gedir. Cavab olacaq A plus B plus C bölünsün A plus B. Bu da belə qalır. Sınavın həlləri bu qədər. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.